Salam, sabahınız xeyir. Region News'un xüsusi buraxılışı efirdədir. Bugün ölkə üzrə 2025-ci il yerli öznidarə seçkiləri başlayıb. Artıq bütün seçki məntəqələri açıqdır. Seçicilərin ölkə üzrə müxtəlif bələdiyyələrdə öz mövqelərini ifadə etmə imkanları var. Ümumilikdə 64 seçki məntəqəsi açıqdır. Bugün 1 milyondan çox seçici öz üstünlük verdiyi namizədlərə səs verəcək. Region News çəkiliş qrupları sizə gün ərzində Quemo Kartli boyunca məntəqələrdən fasiləsiz məlumatlar təqdim edəcək. Bugün səhər saatlarında Marneuli Bələdiyyəsinin bütün 81 seçki məntəqəsində seçki məntəqələri açılıb. Düz səhər saat 8-də 5 saylı seçki məntəqəsində ilk seçici də qeydə alınıb. Məntəqəyə gələrək səs verdim, öz səsimi qeyd etdim. Gün ərzində hər kəsə uğurlar arzulayıram. Təsadüf belə gətirir ki, hər il birinci səs verən oluram. Hər kəsə uğurlar. 5 nömrəli seçki məntəqəsinə səs verdim. Xalqımıza əmin-amanlıq, firafanlıq arzulayıram. Hər kəsin səsi vicdanla dəyərli olsun. Sülh, əmin-amanlıq arzulayıram hamıya. 5 nömrəli seçici məntəqəsidir bura. 2501 seçici registrasiya olunubdur. Yəni ki, Qadasadani Utidə 71 nəfər registrasiya olunubdur. Yaxşı keçir. Məntəqəmiz işləyir, vaxtında açıldı. Hər şey öz qaydasında. Seçicilər aktivdir, gəlirlər səs verməyə. Hər şey öz qaydasındadır. Hazırda ikinci məntəqədə seçki fəallığı qeydə alınır. Sözü gedən məntəqədə 2000-dən çox seçici qeydə alınıb və səhər saatlarından etibarən seçki prosesi sakit şəraitdə keçirilir. Həm yerli, həm də beynəlxalq müşahidəçilər seçki prosesini yerində izləyirlər. Bura ikinci səs vermə məntəqəsidir. 2650 seçici burada qeydiyyatdadır. Hazırda deyə bilərəm ki, məntəqədə vəziyyət yaxşıdır, fəallıq hiss olunur. Seçicilər ardı kəsilmədən gəlirlər. Heç bir pozuntu olmayıb. Məntəqədə hamı yaxşıdır, yaxşı keçir seçkilər, gözəl də olacaq. Sakitlikdir. Gürcüstanın inkişafına mən səs verirəm. Sülh olsun, amanlıq olsun, salamatçılıq olsun. Firavan olsun da, millət nə istəyir? Sağ-salamatlıq istəyir, yaşayış yaxşı olsun. Səs verdik, hər şey gözəl göyçək keçir, hər şey yaxşı olacaq. Ümumiyyətlə, elə qanırəm ki, hər şey yaxşı olacaq. Cəmaət gəlir, o səs verir. Öz istədiyi namizədə səs verir. Ayrı burada heç bir pozuntuya yol verilmədi, heç bir hər şey qaydasında keçdi. Hamımız Gürcüstanın inkişafı üçün çalışırıq, Marneuli inkişafı üçün çalışırıq. Yalnız məqsədimiz odur ki, gələn namizəd bunların hamısının öhdəsindən gəlsin. Bəli, hörmətli tamaşaçılar, yenidən yeni məlumatlarla görüşmək ümidi ilə hələlik.